Müsəlman Qalası kitabında müəllif rahimehullah vitr namazında edilən qunut dualarını gətirir. Və onlardan birinci Allahümme hdini fîmen hədeyt və afini fîmen afeyt və təvəlləni fîmen təvəlleyt və bərik li fîmə a'teyt və qini şərrə mə qadeyt fə innəkə təqdi və lə yuqda aleyk və innəhu lə yəzilu mən valeyt və lə yəizzu mən adeyt təbarəkdə Rabbənə və təaleyt. Bu zikir, yəni bu dua daha doğrusu Həsən İbni Ali radiyallahu anhudan və atasından rəvayət olunur. Deyir ki, Alləməni Rasulullahi sallallahu aleyhi və səlləmə kəlimət əquluhunnə fil vitri fil qunut. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm mənə bir neçə kəlmə öyrətdi. Onu vitr namazında deyirəm. Vitr namazında, qunutda deyirəm. Allahümme hdini fîmen hədeyt. Allahım hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver. Və afini fîmen afeyt. Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq, afiyət bəxş et. Və təvəlləni fîmen təvəlleyt. Dost qəbul etdiyin kimsələr arasında mənə də dost qəbul et. Yardım et mənasında verir. Və qini şərrə mə qadeyt. Mənə verdiklərini bərəkətli et. Və bərikli fîmə a'teyt. Və bərikli fîmə a'teyt. Mənə verdiklərini bərəkətli et. Və qini şərrə mə qadeyt. Və təqdir etdiyin, qərar verdiyin şeylərin şərrindən məni qoru. İnnəkə təqdi və lə yuqda aleyk. Hər şeyə sən qərar verirsən, sənin üçün isə qərar verilməz. İnnəhu lə yəzillu mən valeyt. Dost qəbul etdiyin kimsə zəlil olmaz. Və lə yəizzu mən adeyt. Düşmənçilik etdiyin kimsə isə izzətli olmaz. Təbarəkdə Rabbənə və təaleyt. Ey Rəbbimiz, yəni sən xeyrxah və ucasan. Yəni bu hədisi sünən sahibləri gətirmişlər və İmam Əhməd və başqaları Abu Davud rahimehullah bu barədə susmuşdur. Və Abu Davud rahimehullah susması qeyd olunduğu kimi onun hüccət olmasına dəlalət edir. Fəqal əqal əhval idə ləm yəkun sahih ən yəkuna həsənən. Və Şəvkan rahimehullah isə demişdir ki, yəni ən az dərəcəsi həsən dərəcəsindədir. Və Şeyx Alban rahimehullah isə bunu səhih hesab etmişdir. Və burada keçən Alləməni Rasulullah sallallahu aleyhi və səlləm kəlimət əquluhunnə fil vitri fil qunut. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm mənə bir neçə kəlməni öyrətmişdir. Onu vitr namazında, qunutda deyirəm. Yəni kəlmə deyildiyi zaman bu cümlələr, bu dualar nəzərdə tutulur. Çünki ərəb dilində kəlmə sözü deyilir, cümlə nəzərdə tutula bilir, xütbə nəzərdə tutula bilir, mühazirə nəzərdə tutula bilir. Əquluhunnə fil vitr, yəni vitir namazında deyirəm. Yəni vitirdə, qunutda dua edirəm. Yəni bu da dəlalət edir ki, yəni vitirdə qunutun tutulması məşrudur, icazəlidir. Lakin bu davamlı olmağı gərəkdirmir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən qunut tutardı və bəzən tutmazdı, tərk edərdi. Və bu Ramazanda və həmçində qeyri-Ramazanda, Ramazandan digər günlərdə də. Hətta İbn Məsud radiyallahu anhudan gəlmişdir ki, Ənəhu fi Ramazan lə yəqnu illə bə'də nisfil əvvəl. Yəni Ramazan ayında Ramazanın birinci yarısından sonra tutardı. Yarısına qədər qunut tutmazdı. Yəni İbn Məsud radiyallahu anhu, yəni qunut tutmaq görüşündə deyildi.
Və buna görə deyilir ki, ən az, yəni insan qunutu bəzən tərk etməsidir. İnsanlar bilsinlər ki, bu vacib deyil. Və huna aydan hədə zikr yüşra an yuqal fil qunut. Və qunutda deyilməsi də deyilə bilər ki, burada məşrudur. Və mə vərəd fi zəlik qeyri hədəl hədis fəhvə qalil kəmə seyyət inşallah. Lakin hədə tatbiq fi dua la a'ləmu ləhu asla. Yəni bundan başqa yenə gələn dualar da ümumən azdır. Qunutda tutulan, deyilən dualar. Və o ki qaldı qunutda duanın uzun edilməsi, bunun əsli yoxdur. Və həmçinin qunutun bir mövzəyə çevrilməsi və insanların ağlamasına səbəb olmaq və onların hisslərini qaldırmaq və bunun da həmçinin əsli yoxdur. Və bəziləri dua edərkən sözlərin qafiyəsinə fikir verməsi və bu da həmçinin məşru olanın əksidir və üstəlik səsin də həddən artıq qaldırılması istəyir duanın özündə olsun və yaxud da amin deyərkən, yəni duada amin deyərkən və yaxud da ağlayarkən və bütün bunlar hamısı ədəbə, duanın ədəblərinə ziddir. Yəni məşru olan, buyurulan, yəni insanın dua edərkən yalvararaq və gizlincə dua etməsidir. Yəni insan, yəni imamdırsa, imam sadəcə arxadakıları eşitdirmək üçün səsini qaldırır və yenə ədəbə riayət edərək və həmçinin Quranda və sünnədə gələn duaları etməyə çalışması. Çünki sünnədə gələn dualar qısa və əhatəlidir. Kəmə huvə bə'alun fi bə'd nəvahil yəsəf hədə xilafil məşruh. Və o ki qaldı qunut duasının namazdan da uzun olması, bu şəriətdə gələnə ziddir. Bəzən insanlar qunut duası qısa tutulduğu zaman yəni buna qarşı çıxırlar. Yəni elə çıxır ki, onların haqqından alınıb və bu da doğru deyildir. Və şək yoxdur ki, səcdədə edilən dua daha bəlağətli, daha əfsəl və qabula daha yaxındır, nəinki qunutda ediləndən. Və buna görə də bir çox insanlar vitir gecələrində, Ramazanda tək gecələrdə, yəni bundan, yəni səcdədə olunan duadan qafil qalır və imamın dua etməsini gözləyirlər. Və elə düşünürlər ki, əsas olan budur. Yəni qunutda edilən duadır. Halbuki ən üstün olan insanın duada ayıq qəlb, yəni səcdədə ayıq qəlblə dua etməsidir. Və buna görə İmam Əhməd rahimehullah ona sual verilir. Kim ki qunutda duanı artırır, uzadır və bu Həsən radiyallahu anhunun hədisində gələndən artıq olaraq və deyir ki, iqta salatək, namazını kəs. Yəni bu dərəcəyə qədər, yəni namazını saxla. Yəni çünki belə uzatmaq və həmçinin insan özünü çətinə salaraq duaların qafiyələrinə fikir verməsi, eyni qafiyədə duaları gətirilməsi bu şəriətdə gəlməmişdir. Və burada keçir ki, fi qunutul vitr. Başqa rəvayətdə isə fil vitr, yəni vitr namazının qunutunda və yaxud vitrdə nəzərdə tutulan qunutdur. Yəni bu tək Ramazana yox, digər günlərdə də ola bilər, amma bəzən edilir, bəzən də tərk edilir. Və İbn Məsud radiyallahu anhu Ramazanda isə
Ramazanın yarısından sonra edilməsi görüşündə idi. Ramazanın yarısına qədər qunut tutulmur. Və eyni zamanda bu Şafilərin də məzhəbidir. Şafi məzhəbinə də uyğundur. Və bu duada keçir ki, Allahum məhdini fi mən hədeyt. Allahum məni hidayət etdiyin kimsələrin sırasında et. Onlarla bərabər mənə də hidayət bəxş eylə. Necə ki, biz Fatihə surəsində Allahdan hidayət istəyirik. İhdinəs sıratal müstəqim. Bizi doğru yola hidayət et. Yəni, burada da bir çox elm əhli burada izah verərək deyirlər ki, yəni bizi doğru yola hidayət et deyildiyi zaman bizi sabit eylə. Bizi sabit et, yəni doğru yol üzərində. Bu doğru izahdır, lakin tam deyil, naqisdir. Çünki hidayətin qapıları, növləri vardır. Və insanın ümumi olaraq Rəbbindən hidayət istədiyi zaman və bura İslama hidayət olması nəzərdə tutulur və digər məsələlər də burada nəzərdə tutulur. Əgər insan Rəbbindən İslama hidayət olmağı istəyirsə və yaxud hidayət olduqdan sonra bu duanın nə kimi hikməti vardır. İbn Teymiyyə rahimehullah buyurur ki, yəni bu şəriət, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm gətirdiyi şəriət digər şəriətlərə nisbətdə daha böyükdür, daha genişdir, daha təfsilatlıdır. Burada olan xeyir qapıları daha çoxdur. Hətta insan buradakı xeyir qapıların biri ilə məşğul olmaq istəyərsə, yəni fərzlərdən sonra insanın bütün ömrünü əhatə edir. İstəyir zikir qapısı olsun və ya digər nafilə namazlar, ibadətlər, namazdan əlavə, fərzdən əlavə və həmçinin sədəqə qapısı olsun və həmçinin digər xeyir qapıları, bütün bunların hamısının bilməyə ehtiyacı var və həmçinin buyurulan tərzdə də əməl olunmasına ehtiyacı var. Çünki Allah Teala yalnız onun buyurduğu formada ibadət olunur. Və buradan da ihdinəs sıratal müstəqim, bizi doğru yola yönəlt. İhdini fi mən hədeyt, yəni hidayət etdiyin kimsələrin içərisində məni hidayət et. Və bura elə birinci insanın doğru elmə hidayət olması aiddir. Haqqı bilməsi və artıq buna hidayət olduqdan sonra onun başqa bir hidayətə ehtiyacı var. Yəni buna əməl etməyə, əmələ müvəffəq olmasına. Yəni çünki insanlar bir çoxu bilirlər və namazın vacib olduğunu və bununla yanaşı namaz qılmır. Və cəmaat namazın vacib olduğunu bilir və bununla yanaşı cəmaatlıqla qılmır, evində qılır. Yəni əməlsiz olan elm insana fayda verməyə bilir. Və buna görə də bildikdən sonra insanın başqa bir hidayətə ehtiyacı var, doğru əməl etməyə. Və bəzən insan müvəffəq olmur. Və bəzən görürsən ki, hər hansı bir məsələni araşdırır və araşdırdığı zaman məsələləri düzgün anlamır, düzgün başa düşmür, düzgün nəticə əldə etmir. Hətta insan araşdırması ilə yanaşı doğru olanı bilməsinə ehtiyacı var və bundan sonra ona əməl etməsinə ehtiyacı var, tövfiq hidayətinə ehtiyacı var. Və bəzən olur ki, insan bilir və bilməyi ilə yanaşı əmələ müvəffəq olmuyor. Yəni, doğru olanı bilir, məsələdə haqqı bilir. وَلَا فِنْكِفَى وَتَرْكِ الْمَعَصْ وَالْمُخَاءُ شُرُبًا يَكُنْ أَجْرَى مِنَ الْعَمَّ. Və bəzən də bunu bildiyi halda digər sıravi insanlara nisbətdə günahlara daha cürətli olur. Və buradan da bizim yəni həm doğru elmi bilmək üçün hidayətə ehtiyacımız var, bildikdən sonra əməl hidayətinə ehtiyacımız var. Və hətta bildikdən əməllərə gəldikdə isə əməllər də fərqlənir. Əməllər çoxdur, yəni fərzdən sonra əməllər, nafilə əməllər çoxdur və ömür də qısadır. Və burada da həmçinin insanın daha başqa bir hidayətə ehtiyacı var. Əməllər içərisində daha əfsəl olana müvəffəq olması. Çünki bu insanın Rəbbi ilə olan ticarətidir.
Necə ki, insan dünyavi ticarətində çalışır ki, yəni az sərmayə qoyub çox qazanc əldə eləsin. Və həmçinin insanda Rəbbi ilə ticarətində, yəni əmək az sərf edərək çoxlu savablar əldə eləsin. Çünki əməllər eyni deyil. Elə əməl var ki, onu həmən bir saat əsnasında yerinə yetirir. Ola bilsin orada 100 savab qazansın və başqa əməli o müddət ərzində edir, amma orada isə ola bilsin 500, 600 və daha çox savab qazansın. Və həmçinin əmələ müvəffəq olduqdan sonra artıq əməli edib tərk etməkdən ibarət deyil. Və bundan sonra insanın ölənə qədər onun üzərində davamlı olmasına, sabit qalmasına ehtiyacı var. Ona görə alimlər burada bəzən gətirir ki, elə ihdinas sıratal müstəqim dediyimiz zaman, yəni bizi sabit et mənasına gəlir. Çünki insan hidayət olduqdan sonra ölənə qədər sabit qalmasına ehtiyacı var. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bir kişi haqqında buyurur ki, o cənnət əhlinin əməlini edər. Həttə mə yəbqa beynə və beynə illə dirə. Nəhayət onunla cənnət arasında bir dirsək məsafə qalar qalmaz. Fəyəsbiqu aleyhil kitab. Kitabı, yəni qədəri onu qabaqlayar. Fəyəməlu bi'əməl əhlinnar fəyədxuluhə və cəhənnəm əhlinin əməlini edərək cəhənnəmə girər. Və innər rəculə lə yəməlu bi'əməl əhlinnar. Və həmçinin bir kişi də cəhənnəm əhlinin əməlini edər. Həttə lə yəbqa beynə və beynə illə dirə. Nəhayət onunla cəhənnəm arasında bir dirsək məsafə qalar qalmaz. Fəyəsbiqu aleyhil kitab. Kitabı, yəni qədəri onu qabaqlayar. Fəyəməlu bi'əməl əhlil cənnət fəyədxuluhə və cənnət əhlinin əməlini edərək cənnətə girər. Başqa hədisdə də gəlir ki, və innəməl əməlu bil xavatim, əməllər sonuna görə ölçülür. Və biz deyəndə ki, bizi sabit eylə, yəni ölüm anında və həmçinin burada başqa hidayətlər də vardır. Yəni dünyada olmayan, axirətə aid olan hidayətlər vardır. Öləndən sonra iki mələk sual verdiyi zaman suallara cavab vermək, bu da hidayətə aiddir. Lakin bu Fatihə surəsində keçən İhdinas sıratal müstəqim ayəsinə aid deyil. Öləndən sonraki sıratal ləzinə ən'amtə aleyhim qayril məğdubi aleyhim və ləddallin. Yəni Allah Teala bunu bu dünyada qulları üçün onların bu yolu, axirətə olan yolunu getməsi üçün çəkdiyi bir yoldur. Lakin öləndən sonra da insanın iki mələyin ona sual verdiyi zaman cavaba müvəffəq olmaq üçün hidayətə ehtiyacı var. Və həmçinin haqq hesab zamanı Rəbbi ona sual verdiyi zaman doğru cavab vermək üçün hidayətə ehtiyacı var. Thumma yahtacu ilə hidayət uxra ilə sırat və bundan sonra sırat körpüsünü tapmaq üçün və sırat körpüsünün üzərində irəliləmək üçün hidayətə ehtiyacı var. Sonra cənnət qapısını tapmaq üçün hidayətə ehtiyacı var və cənnətdə də öz evini tapması üçün. Və bütün bunlar hamısı hidayətlər adlanır və insanın da bunların hər birinə möhtacdır. Və burada nəzərdə tutulan Allahum məhdini fi mən hədəyid, yəni sən hidayət etdiyin kimsələrin cümləsindən, onların sırasında məni et. Mən hədəytə minəl ənbiyə, yəni hidayət etdiyin peyğəmbərlər, salihlər və digər hidayət etdiyin kimsələrin içərisində məni et. Necə ki, Süleyman aleyhisselam deyir ki, وَأَدْخِلْنِ بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ və öz rəhmətinlə məni salih bəndələrinin içərisinə daxil et. Yəni, onların cümləsindən et. Və buna görə elm əhli bəzi deyir ki, təcəlni mimmən hədəytəhum ilə sıratıl müstəqim, yəni doğru yolla hidayət etdiyin kimsələrdən məni et. Ona görə bəziləri gətirir ki, burada fi mə'a mənasındadır. Yəni fi bərabər, onlarla bərabər, hidayət etdiyin kimsələrlə bərabər et. Necə ki, Allah-u Teala Nisə surəsində buyurur, فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Onlar Allahın nemət verdiyi kimsələrlə bərabər, peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlərlə bərabər olacaqlar və onların yoldaşlığı nə gözəl yoldaşlardır. Yəni Allah-u Teala'nın nemət verdiyi kimsələr. İhdini fi mən hədəyt. Məni
hidayət etdiyin kimsələrlə birgə et. Yəni burada yəni iki yaxın məna vardır. Necə ki İbn Qayyim rahimehullah buyurur. O birinciyə meyl edir. Ədxilni fi hadihi zumra. Yəni məni bu zümrənin içərisinə daxil et. Məni onlara yoldaş et. Və lakin yüşiru iləl ma'nal axar. Lakin digər mənaya da işarə edir. Və ma'ahum. Yəni onlarla bərabər et. Yəni bunlar yaxın mənalardır. Və burada birincidə gəlir ki, Allah Teala'dan hidayət olunanların içərisində olmaq istəyir. İkincisi isə ənəhu təvəssələ iley bi ihsani və in'amihi. Yəni İbn Qayyim rahimehullah bu duadakı faydalar gətirir ki, Allah Teala'nın bəxş etdiyi ihsan və nemətlə təvəssül edir insan bu duanı etməklə. Yəni elə bil ki, deyir ki, ya Rab, sən bəndələrindən bir çoxunu hidayət etmisən. Və bu hidayət də sənin nemətindir. Sənin tərəfindən bir lütf olaraq, ihsan olaraq sən onları hidayət etmisən. Necə ki onlara ihsan buyurmuşsan, mənə də o ihsanı buyur, o ihsan et. Necə ki, yəni bir insan, yəni böyük bir insana, hökümdara deyir ki, məni də o bəxş etdiyin, verdiyin kimsələrin, yəni ihsan etdiyin kimsələrin içərisində məni də et. Yəni artıq bu səndən bilinən bir şeydir. Yəni bu yaxşılıq sənin adətindir. Məni də onların içərisində et. Yəni elə bil ki, burada Allah Teala'nın ihsanı ilə, lütfi ilə təvəssül edir. Üçüncü isə ənnə mə hasali ulaki minəl hud ləm yekun minhum. Yəni onlara hasil olan bu hidayət onların özlərindən deyil. Sənin tərəfindəndir ya Rab. Sənsən onları hidayət edən. Allah Teala istədiyini hidayət edir və istədiyini isə azdırır. Fəl-abdu fi hidayətil ilm və hidayət tevfiq. Yəni insanın həm elm, həmçində tevfiq hidayətinə müvəffəq olmasında Rəbbinə möhtacdır. Ki, yəni hidayət istəsin və bu duanı çoxaltsın. Və ona görə səfehliyin ən böyük formasındandır ki, ona hidayət istənildiyi zaman, hidayətlə dua edildiyi zaman insanın qəzəblənməsi. Bəzi səfehlər vardır ki, onlara deyiləndə ki, Allah Teala səni hidayət etsin, qəzəblənir və dərhal cavab verir ki, Allah səni hidayət eləsin. Və ola bilsin, etiqad edir ki, onun hidayətə ehtiyacı yoxdur və o hər tərəfli kamildir və bu da cahilliyin zirvəsi sayılır. وَالْجَهْلُ كَمَا يُقَالُ يَضُرُّ مِنْ حَيْثُ يُرِيدُ أَنْ يُحْسِنَ إِلَيْهَا. Cahil də elədir ki, özünə yaxşılıq etmək istəyi tərəfindən özünə zərər verir. Yəni özünə görə özünə yaxşılıq istəyir, amma əksinə özünə zərər verir. وَعَافِنِ فِي مَنْ عَافِيتُ. Sonra duada keçir ki, yəni salamatlıq verdiyin, afiyyət verdiyin kimsələrin içərisində mənə də afiyyət ver. Və burada hər hansı bir məsələ qeyd olunmadı. Hansı məsələdə mənə afiyyət ver, qeyd olunmadı. Və buna görə bütün məsələləri əhatə edir, xəstəliklər və həmçinin pis əxlaq, bidətlərdir, zəlalətdir. Bütün bunların hamısından məni salamat et. Və həmçinin bu dini afiyyət bura daxildir, bədənin afiyyət içərisində olması, dünyasının afiyyət içərisində olması və axirətinin afiyyət içərisində olması bura daxildir. Və mütləq afiyyəti insan Rəbbindən istəyir və küfürdən salamat olması. Mənə afiyyət ver deyildiyi zaman elə bir ki, insan Rəbbindən küfürdən qorunmağı, şirkdən qorunmağı, fasiqlikdən qorunmağı, asilikdən, qəflətdən qorunmağı, itaətdən, üz çevirməkdən qorunmağı əhatə edir. Və yaxud Allahın sevmədiyi bir şeylərdən qorunmağı. Əv tərku mə yuhibbuhullah və yaxud Allah Taala'nın sevdiyi bir şeyləri tərk etməkdən mənə afiyyət ver. Yəni onları tərk etməyim yəni mənasında. Afiyyətin də elə həqiqəti elə budur. İbn Qayyim rahimehullah buyurur ki, "Bi-ennehu ma su'ila Rabbu tebaraka ve teala habba ile minel-afiyyə." Yəni Allah Taala'ya edilən dualar içərisində afiyyətdən daha sevimli bir dua yoxdur. Çünki afiyyət kəlməsi
bütün şərlər və şərlərin səbəblərindən xilas olmaq üçün əhatəli bir kəlmədir. Və sən deyəndə ki, afini, Allah mənə afiyyət ver və həmçinin duada da, qunutda əllərimizi qaldırırız. Və afini fi mən afeyt deyildiyi zaman biz də amin deyirik və buna görə bu mənaları xatırlamalı. Yəni dinimiz afiyyət içərisində olsun, dünyamız və həmçinin axirətimiz. Və təvəlləni fi mən təvəlləyt və məni dost tutduğun kimsələr içərisində dost tut və həmçinin viləyə burada mənası yardım mənasını verir. Yəni mənə yardım et və məni nəfsimə buraxma və lütf etdiyin kəslər içərisində mənə də lütf et. Möminlər Allahın evliyalarıdır. Allah Teala buyurur: "Ələ innə awliya Allahi la xawfun aleyhim və la hum yahzanun." Bilin və agah olun ki, Allahın dostları qorxmaz və məhzun olmazlar. Əgər onlardan qorxular itərsə və onlardan səbəblər də itir, qorxunun səbəbləri də itir. Və la hum yahzanun və onlar məhzun olmazlar. Yəni artıq kədərin səbəbləri də onlardan itir. Və sonra Allah Teala bəyan edir ki, "Əllezîne âmenû və kânû yettaqûn." Yəni kimdir onlar? Evliyalar, Allahın evliyaları, dostları, iman gətirib təqvalı olan kimsələrdir. Yəni günahlardan çəkinən, Allahın əmrlərini yerinə yetirən və günahlardan çəkinən kimsələrdir. Və bunlardır Allahın dostları. Bunlar da Allah Teala'nın sevdiyi kimsələr, Allah Teala'nın dost tutduğu, qoruduğu, himayə etdiyi kimsələr. Fəhinə və nəqulu təvəlləni fimən təvəllə. Yəni biz bunu dediyimiz zaman dost tutduğun kimsələr içərisində məni də dost tut. Yəni Allah Teala'dan bunu istəmiş oluruq. Leysəl məqsud bizə ən yədulləl insan aləl-hudə məsələn və yurşi ilə ediləl işə və ilə işə əv yaxluqallahu insan fi hali minə əvvəl-qudə və məliyyədə budunə ən yəkulləhu minəl-viləyə. Yəni burada məqsəd sadəcə insanın hər hansı bir yola, xeyrə, afiyyətə yönəlməsi deyil. Bununla yanaşı Allah Teala'nın dostluğunu əldə etməkdir. Və bərikli fīmə a'tayt və mənə bəxş etdiyin işlərə də, verdiyinə də bərəkət ver. Və biz bundan öncəki dərslərdə də götürdük ki, bərəkət bir şeyin çox olması və davamlı olmasına dəlalət edir, böyüməsinə, artmasına. Yəni əqdirlil xeyrə, yəni xeyri mənim üçün çoxalt. Bərikli fīmə a'tayt. Mənə verdiyin şeylər içərisində onları bərəkətli et. Hədələzi a'tahu minəl-umr. Məsələn, Allah Teala'nın bəxş etdiyi ömürdür, maldır, evladdır, elmdir, əməldir. Bütün bunlar hamısı bura daxildir. Yəni, mənə verdiyin ömrümə bərəkət ver, malıma bərəkət ver, evladıma bərəkət ver, elmimə, əməlimə bərəkət ver. Əgər bu bərəkət gerçəkləşərsə, bunun səbəbi ilə insana çoxlu xeyirlər hasil olar. Yəni, məsələ sadəcə malın çoxluğunda deyildir. Yəni, bir çox insanların malı çoxdur, lakin özü də bilmir, o mal hara gedir, ondan heç nə qalmır. Və həmçinin, məsələ ömrün uzunluğunda, çox olmasında deyil. İnsanlardan ellər vardır ki, uzun uzadı yaşayır, 100 yaşına qədər və başqası isə 20 yaş, 20 il yaşayır. Ola bilər ki, 20 il yaşayan elm və əməl baxımından, fayda baxımından və salih olması baxımından 100 yaş yaşayandan daha xeyirli olsun. Yəni, o qədər fəzilətli əməllər etsin az bir müddət ərzində. Və burada da keçir ki, وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ və mənə bəxş etdiyində, verdiyində bərəkətli et. Verdiklərini bərəkətli et. Yəni, bu da bərəkət də olduqca ümumi məsələdir. Həm dünya xeyirlərini əhatə edir və həmçinin axirət məsələlərində əhatə edir. Nə bəxş eləmisənsə, yəni bunu axirəti qazanmasına səbəb olursa, bu xeyir sayılır, bərəkət sayılır. وَقِينِ شَرَّ مَا قَضَيْتِ və təqdir etdiyinin şərrindən də məni qoru.